Tutmuşam da kişi kimi. Bu layihə var ha, patlaracaq özüm ölüm. Ki mənim layihəmi sənədir, kamikadze. Hara gidip patladır. Yoxsa o nə dalay, qamca quni qanca qə, elə layihə olar. Ayıbdır, bərəkədə. Can görüm bala, bu nə deyir? Ögey şəfadır. Başka söz tapmadın demeye. Hiç olmasa da bir şey diyerdin ki ben de inanardım. Kızım, mən bir dəfə yalanlaşmışam. O da Şəfaya danışdığım yalandı. Düzünü de. Kimdi atam anam? Sənin atan mənəm qızım. Telefonla danışırdım. Şəfa eşitdi. Eline bıçağı götürdü, dedi ki özümü öldürəcəyəm. Mən də məcbur oldum, ona yalan danışdım. Dedim ki İnci bizim kızımız değil. Korkma, ben özümü öldürmeyeceğim. Ne de başka bir şey. Ama bana düzünü de. İnci, benim güzel kızım. Ben sana olduğunu dedim. Sen de her şey olduğu için kabul et. Benim İnci kızım, güzel kızım. İnci. Ne olur olsun yalan danışmışsan. Bu kadar ikimizi de anlatmışsan. Seni hiç vaxt bağışlamayacağım. İnci. 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 Ata! Ata ne oldu sana? Ata ne kere ne oldu sana? Ata! Ata ne oldu? Ata ne olur üstüne gel Ata! Ata üstüne gel! Ata ne olur! Kömeği! Sibel'in sesidir. Ata yaşlıktan ata. Ata gözünü aç ne olur, gözünü aç ne olur. Çok terpet. El vurma. El vurma, el çek. Ata üstüne gel, yalvarırım üstüne gel. Ata ne olur, Alo, gözünü aç. təcili yardım. Gözünü aç. Yəqin adımı çox eşitmisiniz. Gülşən mənim haqqımda sizə yəqin ki danışıb. Deyəsən itirdiyin üzüyünü tapmısan. Aydan, mən narahat olma. Mən hər şeyi başa düşdüm. Aydan. O qız niyə belə elədi? Sən niyə mənim əlimdən tutdun? Özün tanış eləyəcəkdim də sizi. Başa düşmədim. Nişanlı olmağımızı hamıdan gizlətməlisən. Hə, bildim. Yəqin məni Padurqana qısqandın, hə? Onunla danışmağım xoşuma gəlmədi. Amma öz aramızda. Gözəl qız da. Məncə biz getsək yaxşıdır. Nə oldu Gülşən? Neyniyim mən yaraşıqlı olmuşam? Mən neynəmişəm yaraşıqlı olub, hə? Ananın ürəyinin keyfi necədir? Ay, mən yatmaq istəyirəm, yuxum gəlmir. Niyə mənim balam? Hı? Yoxsa səndə yuxunu qaçıran var? Oradan çıxdı. Niyə ki, sən də cavan oğlansan? Sənin də sevib sevilən vaxtındır. Hı? İndi yoxdur. Mənim balam, sevginin vaxtı olmur. Xana, deyəsən qaynana olmaq istəyirəm. Bax, sənə əvvəldən deyirəm. Evlənəcəyin qızı anan əvvəldən tanımalıdır. Yaxşı? Yəni ki, elə bir qız yoxdur. Olanda mütləq anıya deyərsən. Sənə qurban olaram.
Bir de ne oldu? Dünənə qədər sən mənim balaca oxumsan. Ne oldu? İndi məni evləndirmək istəyirsən. Qız alırsan mənə. Elə bir qız yoxdur. Mən də evlənmək istəmirəm. Xanım sənə qurban. Nə yaxşı ki varsan. Nə yaxşı ki sən də mənim balamsan. Ona görə indidən qız sevirsən. Ananın ürəyi. Nə yaxşı ki varımsan. Mənim Turalım. Hələ də Pərvizin elə deyilən fikirləşirlər. O elə də fikirləşsinlər. Bala kişini bizim döydüyümüzü heç kim heç vaxt bilməyəcək. Bəs buna nə deyirsən? Papa. Mən bilirdim ki, mənim oğlum belə şey eləməz. O uşaqlar kimdir? Onlar bala kidən nə istəyir? Bax bunu da sən araşdır. Bunlara görə oğulva vurduğun şilləni də yaddan çıxarma. Mən də yaddan çıxarmayacağım. Əgər ağlayırsansa, deməli problemləri həll eləməmsən. Fikirləşdiyiniz qədər asan həll olunacaq problemlər deyil. Danışmaq istəsən, mən sənə qulaq asmağa hazırım. Siz məni eşidə bilərsiniz. Amma başa düşə bilməzsiniz. Olar siz mənim yerimə danışmayasınız. Bütün qızlar başa düşürsünüz. Bütün tələbələrimi, hə. Amma mənim problemim dərs deyil. Mən indi dərs keçmirəm ki. Bu öyle bir mövzudur ki, heç kəslə danışmaq istəmirəm. Təxmini bildim. Bu yaşda bütün qızların demək olar ki, eyni problem. Aycan. Yo, mən biraz gez gələcəm. Yo, narahat olma. Nəsə olsa zəng vurarsan, yaxşı? Öptüm, paka. Harada qalmışdıq? Elə hər kəs öz yerində qalsa yaxşıdır. Müəllim. Sualınız olsa dərsdə verərsiniz. Mən də cavablandırıb qiymətimi alarım. Sağ olun.
Hayır. Salam dombikim, salam mənim kəpənəyim. Darıxmışam səndən ötürü. Elə mən də darıxmışam kəpənəyim. Gör neçə vaxtı səni görmürəm. Gör mən səni görürəm. Gör mən səni görürəm. Rüstəm, uşaqlar çay istəyir. Çatdıra bilmirəm, kömək eləyə bilərsən? Uşaqlar, nəsə qulağıma səslər gəlir, Qurban olaram bizi bağışla Pərviz. Hə, eşidirəm. Pərviz qardaş, bağışlı, səndən şübhələnmişəm. Yaxşı ki, bu işdə sənin əlin yoxdur, Pərviz. Yoxsa nə olacaqdı ki? Mən bir şey başa düşə bilmirəm ki. Siz necə şübhələnə bilərdiniz ki? Əgər mən bala kişini döymək istəsəm, da üzümə maska giyməzdim. Ürəyim istəyən kimi döyərdim, ha? Ədə? Əsas odur ki, kimin elədiyini bildik. Pərviz, biz bu məsələdə hamımız sənin üstünə düşdük. Amma indi istəyirik ki, hamımız əl-ələ verək, o əclafların dərsini verək. Mənə görə dalaşacaqsınız? Təkcə sənə görə yox. Bütün qrupumuza görə. Həm də dalaşmayacaq. Sözlə başa salacaq. Allah, yox, onlar yuxarı kuşluya, qoyarlar ağzımıza tağdarlar. Qorxaq olma. Bala kişiyə görə söhbətin axırına kimi gedəcəm. Bütün intriqalarımızı da qoyuram qırağa. Sözlə başa düşməyəcəklər, yumruqla başa salarıq. Yaxşı, onda sinifdə məsləhətləşək, görək onları görüşə necə çağırırıq. Yaxşı, getdik. Sizə qurban olaram. Xahiş edirəm sizdən. Buradan çıxanda bu şirniyyatları qız qayıt mənimə çatdırında nə olar? Verək də, problem verək. Canım da var. Bir də, şeydir, sizin də oxunuz uşaqlarsınız da, savadlı uşaqlarsınız. Deyirəm, yəni, mən qız qayıt müəllimi sürpriz eləmək istəyirəm, açılır. Neyinə bilərəm sizcə uşaqlar? Ağlıma heç nə gəlmir, oturub fikirləşdim. Rüstəm, aparaq biz bunları verək, sonra sürpriz barədə dərsdə fikirləşərik. Davaydı, onda tez elin, değil mi? Sən narahat olma, üzülsün, yaxşı olsun. Onda mən getdim. Get. Qız qayıtı bizə yazdığı qayıqlara görə peşman eləyəcək. Getdik. Məni də gözləyin. Ya Aydan qulaq as. Nəyə qulaq asım mən? Mən də elə bilirdim ki, bu qrupda sənə ən yaxın mənəm. Aydan elə deyə mənə ən yaxın sənsin, amma utandım deməyə. Atamla problem oldu hələ mənim aramda buna görə. Mən də elə bilirəm ki, Murad müəllimlə sənin aranda nəsə var. Ay qız, nə ola bilər bizim aramızda? Bax, atam mənə Elşada vermirdi. Ona görə də mən getdim Murad müəllimlə danışam, amma heç ona da deyə bilmədim. Çəkindim. Çəkinirdin? Məni qoyub ona niyə deyirdin ki? Murad müəllim də qəribə adam deyə. Adam bilmir, yaxşı desin, yoxsa pis. Amma daha olan oldu. Mən gedirəm. Gözdə, hara gedirsən? Dedim axı, deyəcəkdim sənə hər şeyi. Mən sizi görməsəydim, sən mənə heç nə deməyəcəydin. Deyəcəkdim. Yaxşı da, indi küsəsən məndən. Barışaq da. Nə olar, barışaq. Nə olar, barışaq. Yaxşı, barışdıq. Yaxşı. Amma bax, Aydan, öz aramızdır. Qrupda bu məsələni heç kəs bilməsin. Məndən incimə yoxsa. Yaxşı. Söz. Gedək. Bir şey olsa öldürəcəm səni. Sən nə danışsan, Mən istəyirəm atama bir şey olsun. O sənin atan deyil, bildin?
Sənin öz ailən var, atan-anan var. Get onlarla maraqlan. Bəlkə sağdılar. Mənim atamı öldürmə. Hardadır Zeynal? Necədir? Zəkirəm, nə yaxşı gəldin. Bu nə sözdür, hə qızım? Siz mənim də qızlarımsınız. Burada olmaq mənim borcumdur. Zəkirəm, həkim. Həkim, atam necədir? Yaxşı ki, vaxtında çatdırmısınız. Yoxsa infarkt keçirə bilərdi. Bəs indi necədir? İndi vəziyyəti normaldır. Həkim, xahiş edirəm. Nə lazımdırsa eləyin. Sonraki vəziyyəti sizdən asılıdır. Qəti şəkildə stres olmaz. Nəzarətiniz həmişə üstündə olmalıdır. Narahat olmayın həkim, mən ona yaxşı baxacağam. İnci hansınızdır? Mənəm. Atanız sizi görmək istəyir. Buyurun, gəlin. Çox sağ ol qızım. Sənin sayəndə Tural əvvəlki vəziyyətinə qayıtdı. Mənim sözümü ikinci dəfə yerə salmadığın üçün sənə təşəkkür edirəm. Hər dəfə çox sağ ol deməyə bizə ehtiyac yoxdur xanım müəllimə. Tural yaxşı olsun. Bir də universitetdə heç kim bilməsin, mənim bəsimdir. Yaxşı. Sən narahat olma. Yaxşı? Gəl Eyüp, deyirəm ha, bu Rüstəmin şirniyyatlarından yoxdur da, gəlmiş edin. Gəlmiş edin. Bunun ləzzəti hələ qabaqdadır. Rüstəm, qız qayıta sürpriz hazırlayır. Hazırlayaq da özən. İnşallah elə eləməliyik ki, bu məktub söhbəti gün böyüməsin. Yoxsa problem olar. Məncə də bir şey eləyək. Həm də axşama biraz keyfimiz açılsın da. Patsanları siləmək üçün. Hamısından yemək. Uşaqlar, patsanlardan da cavab gəldi. Dayı, nə deyirlər? Heç nə, axşam qırğan olacaq. İşimiz gücümüz yox deyirsiniz. Bəsdə səndə. Keyfiniz kök deyəsən, hə? Nə məsələdir? Sən bunu bacaran. Onsuz da problemi çoxdur, sən də bir tərəfdən əsəbimlə oynayırsan. Mama uşaqsan da sən. Ağzını təmiz saxla, deyin görüm nə olur. Anam Banu'ya dedi ki, Turalın yanında ol, ona yaxın ol. Ho, nə bomba zarafat elədiniz ala məndən siz. Ana, ola yox, ola bilməsən, hə? Güya xəbərin yoxdur. Nə oldu, ha? Bəs belə divijeniya, bəs belə dostlaşmışıq, hə? Nə oldu? Sən xəbərin var, mərzimizi zibil elədin? İndi o qıza doğrudan yaxın olacaqsan. Aparacaqsan bara, hələ ondan da oyuna keçəcəksən. Yoxsa kişi yanımıza gəzir. Yaxşı, ay, gizləməyin. Xoşuma gəlmir, Nurlan. Ged otur sinifdə. Gəlin dərsə. Tamam.
Nəsə az dəyirsiz gözümə, kim yoxdur? Müəllim, azlıq deyəndə ki, bir dənə inci yoxdur da. Onun da atası xəstələnib. Xəstəxanaya aparıblar. Bir də afaq indi gəlir. Onda biz dərsimizə başlayaq. Onda Murad müəllim, birinci müəllimi də yandan başlayaq. Oxuyaq görək, oxuyandan sonra ola bilsin müəllim olmaq istəməz. Başlayaq, amma birinci qabağımdakiləri yığışdır sonra. O problem deyil, 2-1-2-dir. Bu dəqiqə. Atanı qucaqlamaq istəmirsən? Mən sənin kim ola bilmirəm. Doğma olmayan qızına doğmalıq eləyirsən. Mən sənin... Sən mənim qızımsan. Qanı qanımdan, canı canımdan olan əziz qızım. Atar, Sərt. Sən də hara durursan? Qızım, bir dəqiqə deyəm, gedim bu saat. Gedim bu saat şəf onun başını qatıb, ondan analiz götürəcəyəm. Qoy qanlarımızı yoxlasınlar. Bax, onda görəcəksən ki, Şəfa mənim qızım deyil. Ata, nə danışırsan? DNT analizindən sonra görəcəksən ki, o mənim qızımdır, yoxsa yox. Lazım deyil. Allaha and olsun ki, o mənim qızım deyil. İnandım ata. Heç nə lazım deyil, inandım. Onda məni bək-bək qucaqla. Bir də bu barədə heç vaxt danışmayaq. Bax, mən bunu istəyirdim. Bilirəm ki, Şəfaya da bir söz deməyəcəksin. Gedirsən də? Məncə elə şeylərə siz daha yaxşısınız. Ha. Bu kruqda ən ürəklisi ana kişidir. Ayıb deyil sənin üçün, kişi ol da biraz. Qaqaşım, onlar sənin kimlərini görməlidirlər ki, qorxsunlar. Düz demirəm, Tural? Tural'la işiniz olmasın. Məncə belə mehribanlıq olsa yaxşı olar, maraqlı olardı. Yox, mən getmirəm, mən qorxuram. Kişi bala, bax sən biz deyəni elə. Ged onlarla görüş, onları qarşıla. Qalanı bizdə idi. Yaxşı? Dur! Dur! Mən getmirəm. Ay, bırax, buyurun. Siz gedin, mən də gəlirəm. Tom Bey. Nə var? Sürpriz söhbəti nə oldu? Bir sürpriz yeridir. Lap başımı itirmişəm mən. Mən də onu deyirəm də. Boş-boş sözlər deməkdənsə ondansa qəşəng şeir denən. Müəllimət də savadlı qadındır. Bayağı şeylər xoşlamaz. Danışır da yenə. Ay qız, yox. Qız düz deyir də. O yan qızqayıt müəllimə Murad müəllimi şeir deməyini eşidəndə az qala ürəyə getmişdi. Düzü onu tanımasaydıq, deyərdik ki, qızqayıt müəllimə Murad müəllimə vurulub. Gördün? Amma bax ha, qəti məktub zat söhbəti eləmə, yaxşı? O variantlar köhnəlib. Ən yaxşısı, bir dənə qəşəng stol açırsan, bir-iki dənə şeir güppulladırsan, qızın ürəyi olur sənlik, yaxşı? Okey olmağına okey.
Stol açmaq mənlikdir, problem deyil. Yeyib içmək zat. Amma bir dənə problem sən nədir? Şeir əzbərləyəmirəm. Yadımda qalmır da mənim. Mənə köməklik edin də Ülvi. Narahat olma, həll eləyərik. Nətər Murad müəllim yadımı saldı yerində. Gül kimi yadımdan çıxmışdı. Mən sənə demişəm axı, hər dəfə icazə ala bilmirəm. Gülşən, bu nə danışıqdır? Sən dəqiq onu sevirsən? Aydan, yəni hər dəfə mən icazə ala bilmirəm axı dərsdən. Onu deyirdim. Məni bağışlayın. Sizi yaman qorxutdum. Elə bizə görə xəstəxanaya düşdün də? Daha doğrusu İnciyə görə. Bağışla ata. Yaxşı, elə demə. Oldu, keçdi. Mənim gözəl qızlarım. Nə artist deyirsən yenə? Göy yazığın gəlir. Mən yalandan heç eləmirəm. Doğrudan barışmısan atamla? O mənim də atamdır. Bəs doğma atan, ailən heç maraqlı deyirlər sənə kimdilər, nəçidlər, hardadılar, nə iş görürlər? Heç bilmək istəmirsən? Atam xəstəxanaya düşəndən sonra başa düşdüm ki, mənim ən yaxın adamım odur. Mənim ailəm sizsiz. Başqa da heç də maraqlı deyil. Qızlar, hazırlaşın. Axşam restorana gedəcəyik. Hayda, nə yaxşı. Bir nəfərin axşam yemək pişirmək dərdi olmayacaq. Gedim hazırlaşım. Mən nə onu fikirləşirəm axı? İnci gözlərlə gördün də sən gəldi ad yerinə ürək yazılmışdı. O boyda adam subay qalmayacaq ki. Banlıyla nə danışmısan? Nə demişsən ona? Nə demişəm? Oğlum, mən pislik eləməmişəm ki. O qızın sayəsində sən əvvəlki Turalı... Çox naxaq yerə! Sən kim deyib mənim işlərimə qarışır? Niyə mənim işlərimə qarışırsan? Niyə gedib kimdən sənə xahiş eləyirsən? Tural, mən elə bilirdim sən o qızdan... Səhv bilmirsən mama, səhv bilmirsən. Oğlum, axı o qız öz... Bura bax! Necə gedib demişsən bu onu mənə yaxınlaşdın? Elə də getdinən məndən uzaqlaşdın. Mama, istəmirəm. Kiminsə mənə yazığı gəlsin, eşitdin? Tural! Oğlum! Alalım. Veç başını gəz. Belə tatlı piraşki sırada yoxdur. Bilsən nə əla gedir? Piraşki ilə soğuk. Böyle də. Acı pro belə də.
Mənim o slötkəyə oxşayan qızlardan xoşum gəlmir. İstəmirəm. Bəs sən nə istəyirsən? Hə? Nə istəyirsən? Bəlkə duraq biraz gəzək, hə? Hı? Ay gələ, şotu gətir. Nə oldu Boğaz? Nə sorta getmirsən? Narahat olma. Dedək bir iki qırıq gəzərik buraları. Keyfin açılar. Deyəsən bu afisant öldü də. Ay gedə ölmüsən? Hə şotu gət də. Gülüm, qorxdun? Niyə qorxsan ki, qorxma. Mən sənə qışqırmıram ki. Afisanta qışqırıram. Bir də arva kişidən nə qədər qorxsa, o qədər yaxşıdır. Alo. Hə, mənəm. Nə? Nə danışsan sən? Yaxşı, gəlirəm. Gülüm, mən getdim, avtobus xarab olub. Şotu verib gedirəm, yiyib-cib gedərsin evə, yaxşı? Tamam. Bağlıdır, çıx bayra. Niyə? Necə oynayıb? Püfet bağlılıqda işləmir. Zəhri var idik. Xoş gəlmişsən qız qayıt müəllimə. Sən bura gələndə, inanırsan mənim kasıb püfetim şah sarayına çevrilir. Buyur. Bu nədir? Qarçıd da bu, istəyirəm o incə barmaqları əziyyət verəsən. Tez açılır ki bura. Kəs deyəcəm. Bir daha xoş gəlmişsən, buyur. Bilirsən, qız qayıt müəllimə, sən ayaq qoyduğun hər yer təzələnir. Əyləş. Mən də əyləşim. Ayaq üstə dursam yaxşıdır. Qız qayıt müəllimə. Bir daha ürəyimə də burada xoş gəlmişsən. Hər gün gəlib getdiyim yerdir də. Burada nə var ki? Yo, burada nə var ki deyəndə, yəni demək istəyirəm ki, sənin baxışların hər dəfə məni həyasızlaşdırır. Nə? Yox, həyəcanlandırır. Gözlərim zəifləyib ona görə. Burada nə baş verir? Sən nə ağzıma gələni danışırsan? Qız qayıt müəllimə. Bir hər cavabına nissə dəftərini cırıb tullayaram. Necə yəni tullayaram? Elə şey yoxdur, axıra qədər verəcəksən. Buna bax bir deyir, nissə dəftəri. Bir-iki dəfə səndən nisiyə almışam deyə başıma vurursan indi? Yox, mən Onu da yadıma salım ki, o pulu mən uşaqlarla göndərmişdim. Utan, elə utan ki, bir də üzümə baxmağa üzün qalmasın. Qız qayıt müəllimə. Ay qız qayıt müəllimə. Mən o məndə demək istəmədim. İstənmə. Siz nə axmaq adamlarsınız? Ağzıma gələn danışmalı. Ha? Bura gəl. Axmaq. Bura gəl. Gördüm. Pullarımı gətirin. Bunun danışmağına baxın. Qətiyə qədər alacam pullarımı. Onlara bax ha, mənə nömrə gəldi burada.
Mən bilsəydim sən belə satqınsan, səndən kömək istəməzdim. Başa düşmədim. Satqın niyə oluram ki? Niyə məni satdın oğlum, hə? Niyə dedin ki, səndən kömək istəmişəm? Xanım müəllimə, Mən bir ana kimi səndən xahiş elədim. Gözümün qabağında ağlayıb oğlum üçün yalvardım. Sən də kömək eləyirmiş kimi özünü göstərib, sonra da oğlundan arama girdin. Bilirəm ki, mənim səndən kömək istəməyim düz deyildi. Bəlkə də sənin sevgilin var idi. Əgər vardısa deyərdim, mən də səni başa düşərdim. xanım müəllimə, siz mənə qulaq asmırsınız axı. Daha nəyə qulaq asım? Nəyə qulaq asım? Ayıb olsun sənə. Çox ayıb olsun. Mən oğlumun gözündən saldım. Xanım müəllimə. Ay xanım müəllimə. Ay oğul. Hə? Doymadın döyülməkdən. Ne yazmışdın ala? Gəlməyən kişi deyil. Sözü bir ala gəlmişik. Hə? De görək nə deyirsən? Çox gözləyəcəyik səni. Hə, sənlə deyirəm, sözü de görək. Deyəsən yenə döyülməyiz. Bax o. Bu idmançılarla nətər eləyəcək biz indi? Söhbətə gəlmiş, brat. Həri. Sən can gör nədir bu? Kişi olardın, hə? Bu nədir bu qədər adam yığıb gətirmişsən üstümüzə? Kişi ol sözünü kişilər deyir. Belə deyil kişi bala. Siz ala kişilikdən danışan. 2 nəfərin üstünə 70 nəfərlə gəlmişsiniz. Aha. Ha. Ay kişi, dedim ki səhərsi gün səndə də pul. Məni tanımırsan sən, ha? Yaxşı. Yaxşı, salam deyərsən məndən, ha? Dedim ki səhərsi gün pul səndədir. Hə, yaxşı, yaxşı. Ha, qızım, necəsən? Ata. Qaynatan bizdədir. Gedək onunla görüşək. Yaxşı? Ata ilə mən də bu haqda danışacaqdım. Sonra. Amma Deyirəm, nə yaxşı ki, qızla oğlanın toyunu bir yerdə eləyirik. Onsuz da qohumlar, qardaşlar, qonaqlar hamısı birdir də. Xoş gördük qızım. Dəvətnamələri yazırıq.
xoş gəlmisən. Keç içəri bala. Sağ ol mənim. Belə yaxşıdır. Nəsə olub? Xeyirdirmi? Turanla bağlı danışmaq istəyirdim. Nə olub ki Turala? Narahat olmayın. Turala heç olmuyor. Amma indi danışmasaq nəsə ola bilər. Başa düşürəm. Nə məsələdir axı? Bilirəm. Bunları sizə demək mənə baha başa gələcək, amma bilməlisiniz ki, Tural çox pis bir oyunun içindədir. Nə olub axı? Tural qrupda bəzi oğlanlarla mərcə girib ki, bağını özünə sevdirsin. Qızın adını çıxartsın, sonra da bağını atsın. Değil, restoranda yiyip eve gitmek. Ne yemeği pişirmeye derdi var, ne de kap yumak. Düz demirəm, bacırka? Düz sən deyirsənsə düz deyirsən. Kızım, hara gelirsən? De əllərimi yuyub gəlirəm. Yaxşı. Beni gece sehre çatana kadar düşün beni. Gözün yuxuya dalana kadar düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni aktarana kadar düşün beni. Gece sehre çatana kadar düşün beni. Gözün yuxuya dalana kadar düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni aktarana kadar salma yada. Ne bağda arkasıca gider yada düşer sevgili yar. İntizarı ömrü gider, sevgi biter bir gün gözlerimde. Benim sevgim, benim sözlerimde. Hayallarım, niye yarım kaldı hayallarım? Ben ağlarım geceleri, seni ben yuxuda görüp sayaqlaram. Cırdığım onca şekiller bir de, yazdığım mektubu okuyup ben ağlaram. Düşün beni, düşün beni, düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni yaklarana kadar. Yazar senden şair, yazar gece. Bir gün vakti gelir, bir gün bezer gece. Səhəri unutmak çetin olur neyse. Geçer geçer, geçer neyse. Ellerimden ellerini çek canım soyut beni. Deseler sevgi yoktu, göster sübut beni. Etme şair.